Qoç, bugün sənin üçün hədəf və qərarlılıq günü olacaq. İçində bir məqsəd var və onu reallaşdırmaq üçün artıq bəhanə axtarmırsan. Hər zamanki kimi enerjilisən, amma bu dəfə enerjini daha planlı istifadə etməlisən. İşlə bağlı yeni bir mərhələyə keçmək və ya uzun müddətdir düşündüyün bir addımı atmaq üçün münasib gündür. Ətrafında səni izləyən və səssizcə ilham alan insanlar var. Bu, sənə motivasiya verir. Lakin bugün qısqanclıq və ya gərginlik yarada biləcək söhbətlərdən uzaq dur. Sevgidə isə biraz düşüncəli və məsafəli davranış hiss oluna bilər. Qarşı tərəf səndən daha çox diqqət gözləyir. Tək olan qoçlar üçün maraqlı, amma sınaq kimi bir tanışlıq mümkündür. Günün sonuna doğru özünü həm yorğun, həm də məmnun hiss edəcəksən, çünki bugün etdiklərin gələcəkdə nəticə verəcək. Boğa, bugün sabitlik və inam enerjisi sənin tərəfindədir. Ətrafında qarışıqlıq olsa da, sən sakit və idarəli davranışınla hər kəsi təəccübləndirəcəksən. İşdə və ya ailə məsələlərində səndən məsləhət istəyənlər olacaq. Bugün başqalarına kömək etməklə öz ruhunu da sakitləşdirəcəksən. Maddi sahədə isə kiçik, amma sevindirici bir xəbər ala bilərsən. Boğa bürcünün əsas gücü səbirdir. Bugün səbir sənin üçün uğurun açarı olacaq. Sevgidə isə biraz nostalji var, keçmişdə qalan hisslər səni düşündürə bilər. Əgər münasibətindəsənsə, qarşı tərəflə səmimi danışmaq aranızdakı gərginliyi azaldacaq. Tək olan boğalar üçün bugün təsadüfi bir baxış və ya mesaj yeni başlanğıca çevrilə bilər. Axşam rahatlıq və sakitlik sənin ən gözəl mükafatın olacaq. Əkizlər, bugün sənin üçün kommunikasiya və ideyalar günü olacaq. Fikirlər başında bir-birini qovur, amma onlardan ən doğrusunu seçmək lazımdır. Yeni planlar, danışıqlar, yazışmalar və görüşlər səni aktiv saxlayacaq. Sözlərin bugün güclüdür, ona görə dediklərinə diqqət et, çünki təsirin böyük olacaq. İşdə və ya təhsildə bir məsələni fərqli baxışla həll edə bilərsən. Sevgidə isə qarışıqlıq və anlaşılmazlıq riski var, hər şeyin üzərinə getmə, bəzən sakitlik ən yaxşı cavabdır. Qarşı tərəfin səssizliyini yanlış anlamamağa çalış. Tək olan əkizlər üçün bugün maraqlı bir tanışlıq, amma hələ test mərhələsində bir enerji var. Axşam fikirlərini toplamaq və gələcək planlar qurmaq üçün sakit mühitdə qalmaq sənə yaxşı gələcək. Xərçəng, bugün sənin üçün duyğusal, amma bir o qədər də aydınlaşdırıcı bir gündür. Keçmişdə səni narahat edən bir məsələ bugün başa düşüləcək. Ətrafında baş verən hadisələr sənə nəyi buraxmalı, nəyə dəyər verməliyəm sualını düşündürəcək. İşdə sakit, amma məhsuldar addımlar atmaq lazımdır. Kiminsə sənə qarşı gizli bir planı və ya dedikodusu varsa, bugün onu hiss edə bilərsən. Amma reaksiyan sakit olsun, sakitliklə hər şeyi öz lehinə çevirəcəksən. Sevgidə isə dərin hisslər üstün gəlir. Əgər münasibətindəsənsə, qarşı tərəflə yaxınlıq və anlayış enerjisi yüksələcək. Tək olan xərçənglər üçün bugün hisslərin oyandığı bir tanışlıq mümkündür. Axşam ailə ilə və ya öz iç dünyanla keçirdiyin zaman səni rahatladacaq. Şir, bugün səhnə sənin üçündür, amma diqqətli ol, həddindən artıq özünü ön plana çıxarma, çünki bəziləri bunu səhv anlaya bilər. İşdə liderlik göstərəcəksən və bir çox insan sənin fikrini əsas sayacaq. Əgər bir layihə və ya təqdimat planlaşdırmısansa, bugün özünü göstərmək üçün əla gündür. Maddi və karyera ilə bağlı müsbət xəbərlər mümkündür. Sevgidə isə ehtiraslı və diqqət çəkicisən, amma bəzən bu ehtiras səbirsizliklə qarışa bilər. Qarşı tərəfi dinləməyi unutma. Tək olan şirlər üçün bugün baxışların görüşə çevrilə bilər. Axşam saatlarında sənə sevinç gətirən bir hadisə baş verəcək. Bəlkə tərif, bəlkə təşəkkür, amma səni dəyərləndirən bir an olacaq. Qız, bugün sənin üçün plan və analiz günü olacaq. Hər şeyi yerinə qoymaq, sistem yaratmaq və gələcəklə bağlı strategiya qurmaq istəyəcəksən. Həyatındakı qarışıqlığı düzəltmək üçün əla zamandır. İşdə məsuliyyətli davranışın bugün diqqət çəkəcək. Amma çox mükəmməlliyətçi olma, çünki hər şeyi idarə etməyə çalışmaq səni yora bilər.
Maddi məsələlərdə diqqət və ölçülülük vacibdir. Sevgidə isə sakit, amma dərin bir enerji var, qarşı tərəf sənin sabitliyindən ilham alır. Əgər münasibətindəsənsə, bugün kiçik bir jest münasibəti daha güclü edəcək. Tək olan qızlar üçün isə sakit başlayan, amma uzun müddətli potensialı olan bir tanışlıq mümkündür. Axşam özünlə baş-başa qalmaq sənə müsbət enerji gətirəcək. Tərəzi. Bugün balans tapmaq çətin ola bilər, çünki ətrafında çox fikir, çox hadisə var, amma sən sakit və diplomatik davranışınla hər şeyi idarə edəcəksən. İşdə sənə yeni məsuliyyət verilə bilər, bu, sənin bacarığını göstərmək üçün bir fürsətdir. Maddi məsələlərdə bəzən risk almaq lazım olur, amma bugün ehtiyatlı davran. Sevgidə isə harmoniya üçün səmimiyyət vacibdir. Qarşı tərəflə dürüst danışmaq, narazılığı içində saxlamamaq ən doğrusudur. Tək olan tərəzilər üçün bugün maraqlı bir insanla tanışlıq ehtimalı yüksəkdir. Axşam isə sənə sakitlik və balans gətirən bir fəaliyyət, musiqi, sənət ya da sadəcə səssiz gəzinti ruhunu bərpa edəcək. Əqrəb. Bugün sənin üçün dərin enerjilərlə dolu gündür. Hisslərin çox güclüdür, bəzən onları idarə etmək çətin ola bilər. Ətrafında baş verən hər şeyi dərindən hiss edirsən, bu həm üstünlüyündür, həm də çətinlik. İşdə və ya ailədə gizli məsələlər ortaya çıxa bilər. Səbirli davran, çünki səni sarsıdan bir xəbər əslində gizli bir xeyir daşıya bilər. Maddi sahədə isə intuisiyanı dinlə. Sevgidə emosiyalar zirvədədir. Qarşı tərəf sənin enerjindən həm qorxur, həm də cəlb olunur. Əgər münasibətindəsənsə, ehtiraslı, amma anlayışlı ol. Tək olan əqrəblər üçün bugün dərin, taleyüklü bir tanışlıq mümkündür. Axşam özünü təhlil etmək və keçmişi buraxmaq üçün əla zamandır. Ox atan. Bugün azadlıq və dəyişiklik istəyi səndə çox güclüdür. Monotonluqdan qaçmaq, fərqli bir şey etmək istəyəcəksən. Yeni ideyalar, təcrübələr və insanlarla əlaqələr sənin ruhunu canlandıracaq. İşdə bir qədər sərbəst davran, amma məsuliyyəti unutma. Maddi məsələlərdə qərar verməzdən əvvəl detalları yoxla. Sevgidə isə ruhun açıq və isti enerjisi diqqət çəkəcək. Qarşı tərəf sənin müsbət enerjindən təsirlənəcək. Əgər münasibətindəsənsə, biraz macəra və gülüş münasibətə rəng qatacaq. Tək olan ox atanlar üçün isə bugün gözlənilməz bir tanışlıq romantik başlanğıca çevrilə bilər. Axşam səni motivasiya edən bir fəaliyyət, idman, musiqi və ya dostlarla görüş ruhunu qaldıracaq. Oğlaq. Bugün məsuliyyət, plan və sabitlik sənin əsas mövzundur. İşdə və ya ailə həyatında səndən asılı olan çox şey var, amma sən hər şeyi idarə edə biləcəksən. Səbir və diqqət bugün sənin ən güclü tərəfindir. Maddi məsələlərdə konkret addımlar atmaq üçün münasib zamandır. Lakin bugün hər kəsə etibar etmə, bəzi insanlar sənə təzyiq edə bilər. Sevgidə isə biraz sərt görünə bilərsən, amma içində dərin hisslər var, qarşı tərəfə duyğularını göstərməkdən çəkinmə. Tək olan oğlaqlar üçün bugün ciddi və gələcəyə yönəlik bir tanışlıq mümkündür. Axşam özünü sakit bir mühitdə tapmaq, düşünmək və plan qurmaq üçün ideal vaxtdır. Dolça. Bugün yenilik və fikir azadlığı sənin ən güclü tərəfindir. Ruhun dəyişiklik istəyir, bəlkə də artıq uzun müddətdir içində saxladığın bir planı həyata keçirmək vaxtıdır. Ətrafındakı insanlar sənin enerjini fərqli tapır, bəziləri anlayacaq, bəziləri yox, amma sən öz yolunda qal. İşdə yaradıcılıq və yeni ideyalarla fərqlənə bilərsən. Maddi sahədə isə təmkinli ol. Sevgidə isə maraqlı və fərqli bir enerji var. Əgər münasibətindəsənsə, partnyorla biraz daha çox paylaşmaq və yenilik gətirmək münasibəti gücləndirəcək. Tək olan dolçalar üçün bugün orijinal biri ilə maraqlı tanışlıq mümkündür. Axşam dostlarla görüş və ya sakit düşüncə anı sənə ilham verəcək. Balıqlar. Bugün sənin üçün hisslərin və intuisiyanın güclü olduğu gündür. Ruhun dərinliklərində olan bir məsələ səthə çıxa bilər və sən nəhayət onu anlamağa başlayarsan. İşdə və şəxsi həyatda başqalarının niyyətini çox yaxşı hiss edirsən.
Bugün sənə qarşı səmimi olanla olmayanı aydınca görəcəksən. Maddi məsələlərdə ehtiyat vacibdir, aldanmamaq üçün detallara bax. Sevgidə isə romantika və empatiya ön plandadır. Qarşı tərəfə qarşı çox həssassan, amma unutmam, özünü də qorumaq lazımdır. Tək olan balıqlar üçün bugün intuitiv və emosional bir tanışlıq mümkündür. Axşam dərin düşüncə, meditasiya və musiqi sənə daxili rahatlıq gətirəcək.